Esselamu aleykum. Bu günləri mən sizlərə insanın qəflətdə olmasından və Allahdan uzaq qalmasından bəhs edəcəm. Əgər ki, bu xüsusiyyətlər sizdə varsa, demək ki, siz artıq yavaş-yavaş Allahdan uzaqlaşırsınız. İnşallah ən sonunda da necə yenidən Allaha yaxın ola bilərik, ondan bəhs eləməyə çalışsam. Bəzən elə olur ki, insan Allahdan o qədər uzaq düşür ki, amma ki, qəflət içərisində yaşayır. Elə sanır ki, hə, məndən Allaha yaxın yoxdur, məndən gözəl əməl sahibi yoxdur. Halbuki, çoxdan Allahdan uzaqlaşıbdır. Allahdan uzaqlaşmamızın əlamətləri nələrdir? Artıq namaza çox tənbəlliklə gediriksə, yaxşı işlər, gözəl əməllər bizə çətinləşdirilirsə, sabah namazına qalxa bilməyəndə artıq gözümüzdən yaşlar süzülmürsə, artıq heç içimizdə günah işlərimizdən sonra bir vicdan əzabı qalmırsa, hər şey bizə normal gəlirsə, demək ki, Allahdan biz artıq uzaqlaşırıq. Allah üçün elədiyimiz nələr var? Namazımız var, dəstəmaz almaq olsun, hər hansı bir insanlara Allahdan bəhs eləməyiniz olsun. Artıq tənbəlləşmişiksə, artıq bu iş bizə çox çətinləşibsə, bu bizim boynumuza çox böyük yük kimi görünübsə, hətta uzun müddətdə etməməyə başlamışıqsa, namazlarımızı gecikdirməyə, ibadətlərimizi ləngitməyə, ən xüsusilə də sübh namazına qalxa bilmirsinizsə, sübh namazı böyük bir işarət əslində bizim üçün. Bu biraz yəni bizim ondan uzaqlığımızın əlamətidir. Bəzən nəfsimiz bəhanə qoyur ki, narahat idim, yorğun idim, sabah namazına qalxamadım. Amma bir nəfər var, bir bacımız deyir ki, mən deyir əvvəllər deyir, xəstə də olsam, qızdırmam nə qədər də olsa, nə halda da olsam, yenə də o sübh namazına qalxırdım. Qalxa bilməyəndə isə deyir, göz yaşları tökürdüm, nə qədər pis olum. İndi isə deyir, nə deyir, bəzən qalxa bilmirəm, nə də ki, qalxa bilməyəndə heç pis belə olmuram. Bu nə deməkdir? Artıq Allahdan addım-addım uzaqlaşırıq deməkdir. Yəni bu bizə əslində bir işarətdir, bir səbəbdir. Əgər ki, yəni bunlar sizin həyatınızda varsa, bilin ki, artıq yəni uzaqlığa doğru gedirsiniz. Bəs yaxşı, bu uzaqlığımızı anladıq, başa düşdük. Necə ona yenidən yaxın ola bilərik? Baxın, ən önəmli, ən sadə, kiçik ilk çözümü deyirəm sizə. Keçəcəksiniz Allahın huzuruna, əllərinizi açsınız, dua edəcəksiniz. Allahım, mən səndən uzaq düşdüm. Allahım, çox günahlar işlədim, çox zəiflik elədim, nəfsimə yenildim. O qədər yəni günah eləməyimə, o qədər səhvlərimə rəğmən özümdə heç bir günah görmədim, amma səndən çox uzaq düşdüm. Mən yenə sənə yaxın olmaq istəyirəm. Sənin rızan üçün etdiyim bütün əməlləri mən yenidən istəyirəm Allahım. Hətta daha çoxunu eləmək istəyirəm deyib, keçəcəksiniz biriniz, yəni Allaha yalvaracaqsınız. Göz yaşı tökəcəksiniz, öz halınızla, öz yəni acizliyinizi Allaha göstərəcəksiniz. Baxın, bunu unutmayın ki, biz acizliyimizi başa düşməsək, heç vaxt bəlkə də duamız qəbul olmayacaq. Ona görə öz acizliyinizi, günahlarınızı, zəifliyinizi və yalnız başına bu yolda davam edə bilməyəcəyinizi həmişə başa düşün. Allah yəni kömək olmasa, inan heç bir şey eləyə bilmir. Hətta mən bu səsi belə yəni Allahın izni olmadan ata bilmərəm yəni sizlərə. Gedirik yəni Allahdan kömək istəyirik. İnanın tək-tək bütün qapılar sizə açılacaq. Yenidən Allaha yaxınlıq qazanacaqsınız. Allah yəni bir duamızla bizə yaxındır. Bir dua qədər uzağımızdadır. O dəqiqə bizim duamızı qəbul eləyəndə. Yenə bu qapılardan sonra mən sizə bəzi şeylər də deyim, onlar da eləyə bilərsiniz. Allah sizə təbii ki, bundan sonra yol göstərəcək. Nələr eləyə bilərsiniz? Çalışın ki, dini söhbətləri, hayal hənəm, sözlər köşkü və hər hansı bir səhifələr ola bilər. Başlayın onları dinləməyə, onlara qulaq asmağa. Baxın, Allahdan biz hər daim uzaqlaşa bilərik. Heç kim deməsin ki, mən uzaqlaşa bilmərəm. Çünki ətrafımız, dünyamız, insanlar, yanlış şeylər, gözümüzdən getdiyimiz yer. Yəni ətrafımızda hər yer günahlarla doludur. Yəni bu çox normaldır bizim uzaqlaşmamız. Nə eləməliyik? Ən gözəli, ən önəmlisi salih insanlarla birlikdə olmağa çalışın. Onlarla yəni söhbət edin, onların olduğu yerə gedin. Ətrafınızda mədrəsə varsa, məscid varsa, gözəl insanlarla dostluq edin. Ən gözəli budur, insiba olmaz. Səhabələrimiz niyə o qədər gözəl insanlar olmuşdur? Çünki Peyğəmbərimizin yanından heç vaxt ayrılmamışlar. Sizcə biz salih insanların yanından heç vaxt ayrılmayın, onlarla birlikdə olmağa çalışın. Tutaq ki, yəni ola bilmirsinizsə də, açırsınız YouTube-dan, gözəl səhifələr var, gözəl kanallar var. Kimləri izləməyin, o qeybətdir, iftira atanlardır, ondan bundan danışan, o əqidə, bu əqidən danışanlar xaric olmaqla çox gözəl səhifələr var. Hər birini izləyin. Gündəlik ardıcıl şəkildə söhbətləri izləməyə çalışın. Məsələn, mən Hayal Hənəmdən tutaq ki, bir yerə girirsiniz, iman dərsləri ardıcıl şəkildə izləməyə çalışın. Sosial şəbəkələrdə gözəl insanlarla da birlikdə ola bilərsiniz, onlarla söhbətləri eləyə bilərsiniz, çox gözəl kitablar oxuyun, Quran-ı Kərimi oxuyun, həyatınızın mərkəzinə almağa çalışın, ibadətinizi çox gözəl şəkildə səbirlə eləməyə çalışın. Səbir çox önəmlidir. Sonra Risale-i Nur oxuyun, Risale-i Nur çox önəmli, çox gözəl kitablardan biridir, yəni sizin imanınızı artacaq, həyatınızı təsir edəcək, çox gözəl bir kitabdır. Çalışın, yəni o kitabı da oxuyun. Onunla deyim ki, siz ibadət eləmək istəyirsiniz, mənim bu dediyim şeyləri eləmək istəyirsiniz, tutaq ki, hər hansı birini. İlk başda sizə nəfsinizə ağır gələcək. Məsələn, Quran-ı Kərimi açdınız, bir səhifə oxumaq istəyirsiniz, ağır gələcək sizə. İkinci səhifədə, yəni o nəfsinizə uymur. İkinci səhifəni də oxuyun, üçüncünü də oxuyun. Bir neçə səhifə oxuduqdan sonra sizə çox rahat gəlməyə başlayacaq. Yəni əsas insan bir xeyir əməl işləyən də ilk başdakı nəfsini yeməzdir. İlk başda nəfsinizi yenə bilsəniz, ondan sonra qapılar ardınıza yəni taybatay açılacaqdır. Çalışın ki, yəni nəfsinizi yenə. Eləyə bilmirsinizsə, heç birində eləyə bilmirsinizsə, yəni bu da ən zəif nöqtəmiz olsun. Dua eləyin, pis olun da, yəni çox pis hallara düşün. Biraz qəmlənin, kədərlənin, Allaha yalvarın, göz yaş tökün. Allah mütləq sizə bir qapı açacaq. Sizin üçün nə yaxşıdırsa, nə xeyirlidirsə, sizə ona yönləndirəcək. Nə varsa Allah yəni mütləq ki, qapını açacaq sizin üçün.